Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizinlə MHM nəşriyyatının ədəbiyyat test toplusundan Sovet dövrünə daxil olan əsərlər mövzusunda olan testlərə baxacaq. Qeyd edeyim ki, mövzunun daxilində MİQ imtahanında istifadə olunmayan mövzular var. Həmin mövzularla bağlı olan suallara toxunmayacağıq, üzərindən keçəcəyik. Sırf MİQ imtahanında düşən mövzular hansılarsa, onlara baxacağıq. Deməli, bura Kamil Müşfiqin, Süleyman Rüstəmin, həmçinin Mirzə İbrahimovun və sairə əsərləri daxildir. İzaha keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlayın. Növbəti tədris ili üçün dərslərimizə qeydiyyat başlayıbdır. Həm təməl qruplarımıza, həm də buraxılış qruplarımıza qoşulmaq üçün gördüyünüz nömrəyə zəng edin və ya WhatsApp üzərindən yaza bilərsiniz. İndi keçək suallarımızın izahına. Deməli, birinci sual Əsir Azərbaycanın şeiri ilə bağlı cədvəldən uyğun fikirləri müəyyən edin. Bədii forması və bədii məzmunu ilə bağlı doğru fikirlər. Birincisi, beşli şeir şəklində yazılıb, heca vəznindədir. Bəli, doğrudur. Beşli şeir şəklindədir, heca vəznindədir. İkincisi, qafiyə quruluşu Azərbaycan şeiri ilə eynidir. Bəli, Səməd Vurğunun da Azərbaycan qafiyə quruluşu buradakı şeirlə, yəni Əsr Azərbaycanın şeirindən eyni oxşardır. Doğrudur. Daha sonra vətəndən kənarda olan müəllifin ürək ağrısını hiss etmək mümkündür. Bu bədii forma ilə bağlı deyil, bu məzmunla bağlıdır. Bizə forma lazımdır. Sonra məzmunla bağlı fikirlərə baxırıq. Sağ tərəfdən AXC-nin süqutundan doğan kədərin təsviri əsərin əsasını təşkil eləyir. Yox, əsərin əsasını təkcə o deyil. Yəni əsərin əsasını əsasən müəllifin vətənindən uzaqda olmasını, yəni həsrət bu təşkil eləyir. Düzdür, bu məsələyə də birinci bəddə bir məqamda toxunulur, amma əsas qabartılan məsələ bu deyil. Beşinci, azadlıq ideyaları öz əksini tapan əsərdə təbiət qüvvələrindən də olan istəyə yer verilibdir. Bəli, küləkdən kömək istəyir salamın çatdırması üçün, həmçinin də deyir ki, Xəzər coşsa, zəncirini qırsa o, hökm etsə bu, sərsəm gediş, dursa oy. Bəli, belə bir şey deyir, doğrudur. Altıncı fikir, bədii suala yer verilən əsəri təkrar da işlənmişdir. Lap bu doğrudur həqiqətən. Amma bunu biz cavaba götürmürük, çünki bu forma ilə bağlıdır. Cavab 1-2-5 C variantı olmalıdır. İkinci sual, yağış yağarkən, Müşfiqin yağış yağarkən şeirinin bədii forması, bax, forması tələb qoyubdur, ilə bağlı hansı fikir doğru və ya yanlış olma baxımından fərqlənir? Aha, baxaq. Deməli, məsnəvi formasında qafiyələnir. Bəli, bu doğrudur. Qafiyələnməsi məsnəvi formasındadır. Sonra, ilk iki misra əsərin sonunda təkrarlanır. Bəli, bu doğrudur, təkrarlanır. Yağış altında bir oğlan gülə-gülə qaçır. Bəli, doğrudur, elədir ki, var. Bütün beytlərdə rədif var. Ümumiyyətlə, şeirdə rədif yoxdur. Təbii ki, bu yanlışdır. Təkrirdən istifadə olunubdur. Bəli, istifadə olunduğunu, bunu görmək mümkündür, doğrudur. Yanlış fikir, yəni fərqli olan fikir məhz D variantında olacaq. Üçüncü sual, Müşfiqin həyat sevgisi şeiri ilə bağlı cədvəldəki uyğun fikirləri seçin. Baxaq. Deməli, 1. 35-ci ildə qələmə alınmış şeirdə şairin narahatlığı duyulur. Bəli, doğrudur. Şeir rədiflə adlandırılmayıbdır. Bəli, çünki şeirin adı həyat sevgisidir. Həyat sevgisi də rədif olaraq işləmir. Orada necə əl çəkimdir rədif. Bu doğrudur. Sağ tərəfdən yanlışları seçirik. Şeirin əsas qayəsi doğma yurda, vətənə, dost, tanışa bağlılıqdır. Bəli, bu doğrudur. Yanlışın altındadır. Götürmürəm. Şeirdə müəllifin insanlara, təbiətə, dünyaya münasibəti öz əksini tapıbdır. Bəli, bu da doğrudur. Yanlışın altında olduğu üçün götürmürəm. Cavab olmalıdır A variantı. Daha sonra dördüncü sualda Hikmət Ziyanın Kərkədan və Qarışqa təmsilində Kərkədan həqiqəti eşidərkən bunu özünə təhqir bilib sərt reaksiya verir. Bu xüsusiyyət verilən şeir parçalarından hansında tənqid olunubdur? Aha, indi şeirdə aşağıdakı verilən nümunələrə baxırıq və verilən məzmunun əksini tapdığını axtarırıq. Harda əksini tapsa onu seçirik. Deməli, bilməm nə görübdür bizim oğlan oxumaqda. Dəng oldu qulağım. Təbii ki, bu deyil. Sonra mən hilə qrubu rütbə və ikram alırız biz. Min hilə qrubu rütbə və ikram alırız biz. Qafqazlılarız, yol kəsiriz, nam alırız biz. Təbii ki, bu da deyil. Burada lotuluqdan söhbət gedir. Vay vay nə yaman müşkülə düşdüyü işim Allah. Fəryadım yetkim yanıram atəşə billah. Bu da deyil təbii ki.
Niyə bəs belə bərəldirsən aqarə gözünü, yoxsa bu ayinədə əyri görürsən özünü? Niyə bu həm reaksiya. Bəli, bəli, budur. Reaksiyası, yəni əks reaksiya, əsəbi reaksiya, kəskin reaksiya vermək məsələsi də. Burada deyir ki, özünə təhqir bilib sərt reaksiya verir. Bu da fikir verir, niyə bəs bərəldirsən aqarə gözünü əs? Neynir? Sərt reaksiya verir. Cavab olmalıdır. D variantı yine E'ye de baxaq ehtiyata. Hələ özünü sən də bir insan mı sanırsan? Təbii ki, bu da deyil. Bu da deyil. Sonra 5-ci sual, hansı atalar sözü Qaranquş şeirinin məzmunu ilə səsləşir? Qaranquş şeiri imtahanlarda balaca da olsa istifadə olunan mövzudur. Ana obrazı var orada. Ana obrazı qabardılır. Quşa qızıl qəfəs zindandır. Təbii ki, səhvdir. Hər quşu öz yuvası xeyir. Ana bala ucundan canını oda yaxar. Bəli, öz balalarına yem aparırdı. 6-cı sualda Qaranquş şeiri ilə bağlı hansı fikir səhvdir? Deməli, deyir ki, yaz yağışının nəğməsi ilə yaranan təbii vəziyyət təsvir olunub. Bəli, doğrudur. Yaz yağışı yağırdı və quş da yem aparırdı. Şair pəncərəyə söykənib ətrafda baş verənləri izləyir. Bəli, deyir ki, görürəm, yağan yağışı görür və həmçinin də yağış altında qaranquşu qanad açmış görürəm, deyir. Doğrudur. Yağış yağdığından küçələr də insansızdır. Doğrudur. Yağışda uçan bir qaranquş şairin diqqətini cəlb edir. Bu da doğrudur. Bəlidir ki, qanad açmış görürəm həmin quşu hava yağışda. Yağışda uçan qaranquş balalarını başqa yuvaya aparmağa çalışır. Səhvdir, balalarına yem aparmağa çalışır. Azərbaycan mənim bəxtsiz anam oy, neçə ildir həsrətimlə yanam oy. Altından xətt çəkilən misrada şair nəyə işarə edibdir? Azərbaycan AXC-nin 23 ay yaşamasına. Cavab olmalıdır D variantı. Daha sonra 8-ci sualda əsr Azərbaycan şeiri ilə bağlı cədvəldən uyğun fikirlər seçin. Yəni, bayaqki sual tipidir. Bu bədii forması və bədii məzmunu ilə bağlı doğruları axtarırıq. Birincisi A, A, B, C, C, D kimi qafiyələnir. Doğrudur, bu formada qafiyələnibdir. 2. Anaforadan istifadə olunub. Bəli, sənsiz neynim deyir ki, qürbət eldə günü mən, sənsiz neynim Allahı mən dini mən, həmin sənsiz neylim təkririn anafora növüdür. Bəzi misralar 2 dəfə təkrarlanır. Misra bütövlükdə misra təkrarlanır. Məncə yox, səhvdir. Türkün nəğməsində bəzi misralar təkrar olunur. Yağış yağarkən də təkrar olunur, amma burada yoxdur. Sonra məzmunla bağlı doğruları axtarıq. Müəllif sürgündə olarkən yazır. Sürgündə yox, hicrətdə olarkən. Çünki sürgünə göndərilməmişdi, ölkədən çıxmışdı sadəcə. Mühacirətdə idi. Vətəni işğal olunan şair təbiətdən kömək istəyir. Bəli, deyir ki, Xəzər qırsa, zəncirini qırsa oy. Doğrudur. Xəzərin zəncirdə olması, vətənin qəfəsdə olmaması, azad olması deməkdir. Təbii ki, səhvdir. Vətənin qəfəsdə olması deməkdir elə. 1, 2, 5 cavab olmalıdır E variantı. 9-cu sualda deyir ki, İlan və qurbağa, buna baxmıram. Çünki bu düşmür imtihana. Təbrizim şeiri. 10-cu sual deyir ki, Süleyman Rüstəmin Təbrizim şeirinin məzmununa əsasən doğru yanlış cədvəlindəki uyğunsuzluğu müəyyən edir. Pluslar doğrudur, minuslar da təbii ki, yanlış. Baxaq. Şairin Təbrizin dərdinə aşinadır. Bəli, dərdinə aşina sirdaşın gəlib. Doğrudur. Qabağına doğru yazılıbdır. Uyğunsuzluğu istəyir bizdən, fikir verin. Təbrizdə şairə münasibət ürəkatan olmur, təbii ki, səhvdir. Deyir ki, duzla çörəklə qarşılamaqdan söhbət gedir orada. Sən çıxdın qarşıma duzla çörəklə ikiyə bölünməzdir, saf bir ürəklə. Təbii ki, verilən fikir səhvdir, qabağına da səhv yazılıbdır, yerindədir. Şair Təbrizin başından dumanın yox olmasını arzulayır. Deyir ki, yox olsun başından duman Təbrizim. Bəli, doğrudur. Götürmürəm. Təbrizi görən şairin dərdi təzələnir. Yenə təzələn dərdim Təbrizim. Bəli, doğrudur. Qabağına yanlış yazılıbdır. Uyğunsuzluq məhz D variantındadır. 11-ci sualda Azərbaycana gəlsin şeiridir. Bu imtahanda yoxdur, buna baxmıram. 12-ci sual, mən bizim anaları günəşdən tuturam. Bu ildən bu da çıxarılıbdır. Bu da baxmıram. Əslində gözəl şeir. Məncə bunu ne çıxardıla bilmirəm. Daha sonra, birinci dağlar, yağış yağarkən və qaranquş şeirləri üçün nə istəyirik? Əsərlərlə bağlı ortaq fikri müəyyən eləyin. Eləyək. Deməli, birinci dağlar yağış yağarkən və qaranquşlu ilk növdə yazılmış əsərin konkret janrı var. Yağış yağarkən janrı yoxdur, qaranquşun janrı yoxdur, səhvdir. Qafiyə quruluşu gəraylı ilə eynidir, dağlarda eynidir, yağış yağarkən də, amma təbii ki, tam fərqlidir. Bunu sildik. C variantı tərənnüm əsaslı yazılan əsərdə təbiət təsvirlərinə yer verilir. Bəli, dağlar tərənnümüdür və təbiət təsviri var.
Yağış yağarkən tərənnümdür, təbiət təsviri genişdir. Qaranquşdur, tərənnümdür, təbiət təsviri genişdir. Bəli, lirik əsərlərdə bunlar və verilən fikir tam olaraq uyğundur. Cavab olmalı C variantı. 14-cü sualda Təbrizim şeirinə əsir Azərbaycanının fərqli və ortaq cəhətlərini axtarırıq. Ortaq cəhət. Vətənin ikiyə bölünməsindən doğan narahatlıq hissləri öz əksini tapmışdır. Əsir Azərbaycanında belə bir məqam yoxdur. Səhvdir, ortaq deyil. Xalqın başına gətirilən bəlalardan danışılan əsərdə Sovetin sərt üzü ifşa olunur, heç birinə aid deyil. Bu, yəni sərt üzünün ifşa olunmasını heç birinə aid eləyə bilmərik. Sonra fərqliləri axtarırıq. Cinas qafiyədən istifadə olunmuş əsər beşli şeir şəklindədir. Beşli şeir şəklindədir. Cinas qafiyədən istifadə olunmuşdur. Əslində hər ikisi beşlikdədir. Əsir Azərbaycanımda, Təbrizimdə. Amma cinas qafiyə hansındadır? Qoy bir dənə yadıma salım şeirə. Bağından gül çiçək dərdim Təbrizim, yenə təzələndi dərdim Təbrizim. Hə, bax ordadır. Deyir ki, bağından gül çiçək dərdim Təbrizim. Burada dərmək feilidir. Dərdim. Bir də deyir ki, yenə təzələndi dərdim Təbrizim. Burada dərd sözüdür. İm şəkilçisi ilə işlənir. Hə, bu cinas qafiyədir. Təbrizim şeirində var. Əsir Azərbaycanımda xatırlamıram belə bir məqam, üçü fərqli cəhət kimi götürürəm. Əsərdə vətənin bəxtsizliyindən danışılan müəllifin bəxti ilə bağlı istəyi vardır. Vətənin bəxti. Azərbaycan mənim bəxtsiz anam oy deyir Əsir Azərbaycanımda. Həmçinin də sonda deyir ki, oyanmazmı kor olası baxdım oy. Müəllif öz bəxtinin də oyanmasını istəyir. Aha, bu doğrudur. Nəyə aid? Əsir Azərbaycanıma aid. Hə, bizimlə belə bir məqam yoxdur. Fərqli məqam kimi götürə bilərik 3-4-ü. Cavab olar B variantı. 15-ci sual yağış yağarkən şeirində əsas fikir, ideya nədir? Şair yağışın təbiətə gözəllik, insanlara xoşbəxtlik gətirdiyini ifadə etmişdir. Hə, bu doğru olar. Düşünürəm ki, cavab məhz A variantı olmalıdır. Daha sonra 16-cısında həyat sevgisi şeirində müəllifin insanlara, təbiətə, dünyaya münasibətindəki yanlış fikirləri seçin. Səhvləri seçirik. Bir, insanlara münasibəti. İnsanlar yerlə göylə əlləşir. Bəllidir ki, bu yerlə əlləşən, göylə çarpışan yerlə əlləşən. Doğrudur, var. Dostlar bir gülləyə qurban gedirlər. Xeyr, belə bir şey yoxdur. Sonra təbiətə münasibəti varlı həm də xəsis kimi təqdim edilir. Deyir ki, təbiət varlıdır, təbiət xəsis, işlədərkən sən onu sənə mühəndis. Doğrudur. Bülbülün ötməsi onu ruhlandırır. Bülbülün ötməsi onu ruhlandırır. Hə, var. Təbiəti təsvir edir, quşların adlarını verir və bülbülün ötməsi də onu ruhlandırır. Deyir belə bir şey. Doğrudur, bu da var. Dünyaya münasibətindən dünya işıqlıdır və günü gündən gözəlləşir. Bəllidir ki, bu günü gündən gözəlləşən dünyadan mən necə əl çəkim? Doğrudur bu. Bəzən tufanlar törədib insanları incidir. Dünya, yox bir dəqiqə. Müəllifin dünyaya münasibəti. Verilən fikir müəllifin dünyaya münasibətini əks etdirmir axı. Bəzən tufanlar törədib insanları incidir. Verilən fikir müəllifin düşüncəsinin, dünyaya münasibətini əks etdirmir. Ona görə bu səhvdir. 2 olar, 6 olar. Uyğunsuzluq hansı variantdır? C variantdır. Daha sonra Təbrizim şeirindən bizdən səhvi istəyir, bədim forması ilə bağlı. Nədir o mənalı dərin baxışlar, nədir gözlərindən yağan yağışlar, nədir qəlbindəki payızlar, qışlar? Yetim tək boynunu burma Təbrizim, məlul baxıb durma Təbrizim. Səhvi istəyir. İlk 3 misrada anafora, bəli, nədir sözü? Anaforadır. 4-cü misrada təşbih var, yetim tək, bəli, Təbriz yetimə bənzədilib. Doğru, doğru. İlk 3 misrada bədii sual var, bəli, elədir ki, var, verilən misralar bədii sualdır. 4-cü misrada metafor var, metafor nə keçir? 4-cü misrada Təbrizim sözü metonimiyadır, yetim tək boynunu burma, bu da metafor, yox, üzr istəyirəm, təşbihdir. Ona görə 4D variantı səhvdir, cavab D variantı. 18-ci sualda kərgədən və qarışqa əsərinə bağlı hansı məqamda uyğunluq pozulubdur? Aha, baxaq fikirlərə. Deməli, tənbəllik pislənir, bəli, doğrudur, qabağına doğru yazılıbdır. Əməyin insan üçün əhəmiyyəti vurğulanır, bəli, doğrudur, qabağına doğru yazılıbdır. Əsər qarışqanın təsviri ilə başlayır, yox, kərgədanın təsviridir əsərin əvvəlində.
Bu yanlışdır. Qabağına yanlış yazılıbdır. Getdi. Uyğunluqdur. Kərkədan tənbəlliyi ilə at çıxarıbdır. Bəli, doğrudur. Qabağına yanlış yazılıbdır. Uyğunsuzluq məhz, yəni uyğunluğun pozulduğu məqam məhz D variantı olacaq. Daha sonra 19-cu sualda ilan və qurbağa bu imtahana düşmür. Ona görə buna baxmıram. 20-ci sual. Deməli, mən bizim analar günəşlə tən tuturam. Bu da imtahana düşmür. Buna da baxmıram. Buna da baxmıram. Daha sonra 21-ci sual əl və ərəb bəyni ilan və qurbağa yenə bu da düşmür. Milli imtahanında yoxdur. Əqrəb və çanaqlı bağa 22-də bu da milli imtahanından çıxarılıbdır. Mirzə İbrahimovun gələcək gün əsəri haqqında yanlış fikri müəyyən edin. Aha, baxaq. Deməli, Firidun ailəsi ilə birgə başqa şəhərə köçmək məcburiyyətində qalır. Bəli, qalır. Etdiyi əməldən sonra ailə bu məcburiyyətlə qarşılaşır. Doğrudur. Milli Azadlıq Hərəkatına təsvir olunmuşdur. Bəli, əslində burada yəni biz onu tam görmürük, amma əsərin geniş versiyası Milli Azadlıq Hərəkatını özündə əks etdirir. Doğrudur. Təhkiyənin aparıcı olduğu əsərdə dramatik ünsürlərindən dialoq, remarkaya yer verilibdir. Təbii ki, dialoq olar, dramatik ünsür kimi götürə bilərik, bu problem deyil. Amma ki, remark axı epik əsərdə nə gəzsin? Epik əsərdə remarka mı olar? Təbii ki, xeyr, olmaz. Səhv məhz C variantında olacaq. 24-cü sualda Azad hekayəsi, bu da maraqlı hekayədir və imtahanda tez-tez istifadə olunan mövzulardandır. Deməli, bizə deyir ki, məzmuna əsasən hansı fikirləri, nöqtələrin yerinə yazmaq olar? Yəni, doğru axtarırıq. Fərdadan fərqli olaraq Azad. Azadla bağlı doğru fikirləri tapırıq, amma Fərdaya aid bu fikirlər yanlış olmalıdır. Birincisi, yoldaşları arasında sakitlik və lal dənməzliyi ilə seçilən obrazdır. Təbii ki, doğrudur, Azad belə idi. Dövrün problemlərinə qarşı münasibətini açıq-aşkar ifadə edir. Burada danışan obraz Fərdadır, Azad deyil, əksinə. Həyatın mənasını doğma vətənin səadəti üçün çalışmaqda görür. Bu Azadın, əslində Azadın düşüncəsidir, amma təkcə Azadın deyil ki, bu eyni şey Fərdaya aid də düşüncədir həm də. Üsyan təşkil edərək rejimə qarşı çıxır, Azad üsyan təşkil etmir. Təşkil olunan üsyana gedib qoşulur sadəcə. Düşünür, Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə baş verən üsyandan söhbət gedir və o da ona qoşulur. Düşünür ki, insan edə biləcəyi işləri onun haqqında danışmadan da həyata keçirə bilər. Bəli, o da danışmağı vacib saymırdı, ona görə danışmırdı. Hətta ləqəbi də nə idi? Sükuti idi. Bəli, verilən fikir doğrudur. Olmalıdır 1-5, yəni B variantı. Daha sonra 25-ci sual. Əqrəb və çanaqlı bağa. Yenə bu da çərçivə sənədimizdə bizim yoxdur. Ona görə buna baxmıram. Daha sonra 26-cı sualda ədəbi növ baxımından biri fərqlidir. Ədəbi növ baxımından ilan və qurbağa təhkiyədir, yəni epik növdür. Təmsil olduğu üçün orada təhkiyə var. Yəni epik növdədir. Əqrəb və çanaqlı bağa, bu da eyni qaydada, nə deyirlər ona? Təmsildir və orada təhkiyə var, epik növdür. Epik, bu da epik. Daha sonra intiqam hekayədir, bu da epikdir. Əskər məktubu şeirdir, lirik şeirdir. Odlu qılınc isə bu da hekayədir, epikdir. Yəni fərqli olan hansıdır? Təbii ki, D variantı. Daha sonra 27-ci sual. Kərgədan və qarışqa əsəri ilə bağlı səhvi istəyir. Zəhmətkeş insanları təmsil edir. Qarışqa təbii ki, doğrudur. Loğu özündən razı tənbəl insanları təmsil edir. Kərgədan, bəli. Tənbəlliyin tənqidi əməyə rəğbət ön plana çəkilir. Bəli, doğrudur. Kərgədan özünün yox, qarışqanın nəhəng olduğunu başa düşür. Bəli, sonunda Kərgədan deyir ki, sən böyüymüşsən, mən balacaymışam. Doğrudur. Sonra qarışqanın dediyi sözlər Kərgədana xoş gəlmir, onu əzərək öldürür. Xeyr, öldürmək istəyir, amma öldürə bilmir. Səhv fikir məhz E variantında olacaq. Daha sonra 28-ci sual. Yağış yağarkən əsərinə aiddir. Tərənnüm əsasında yazılıb, təbiət mövzusundadır. Bəli, doğrudur. Yağışdan şirin-şirin dillənməyini istəyən müəllif burada epitetdən istifadə edibdir. Təbii ki, bu epitet deyil. Bu metafordur, yağışın dillənməsi. Yağışın küçələrdə uşaq kimi veyillənməyini istəyən müəllif metafordan xeyr, bu təşbehdir. Səhvdir. Şeirdə yağışın yağmasının təsviri ilə yanaşı ona insanın münasibəti də əks olunubdur. Yəni öz münasibətini, yağışa olan münasibətini əks elətdirir. Bəli deyir ki, uzaq ellərə yağ və s. Könlümə yağ, şeirim, hissim kimi yağ və s. Öz münasibətini də əks elətdirir, deyə bilərik. 1-4, yəni A variantı. 29-cu sualda kərgədan qarışqa təmsili əsasında
müqayisədədir ki, yanlışlığı seçirik və kərkədanla qarışqaya ortaq və fərqli fikirlər axtarırıq. Deməli, tənbəllik azarına tutulmuşdu, bu doğrudur. Qarışqanı əzərək öldürür, yanlışdır. Qarışqa zəhmətkeş və işgüzardır, doğrudur. Doğru danışmaq ölümünə səbəb olur, səhvdir. Alleqorik obrazdır, bəli, hər ikisi. 2-4 cavab olmalıdır B variantı. 30-cu sualda Hikmət Ziyadın Qarabağda şeirinin, bu da imtahanda istifadə olunmayan bir mövzudur. Yəni imtahanda düşmür. Amma yenə də istəsəz deyim, Zakirlə Xurşudxanın atalarının adı çəkilir əsərdə. Yəni cavab olmalıdır A variantı. Hələlik bu qədər. Testin izahını növbəti videoda davamını verəcəm. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlayın. Sağ olun.